mən vaxtınızı alacağım, üzr istəyirəm buna görə. Xocalı faciəsi ilə bağlı bir tədbir keçirtəndə, mədəniyyət evində bu uşaq Ermənistandan qaçan qaçqın kimi iştirak edirdi orada. Onu səhnədə idi. Gəldi, bax beləcə söykəndi, əlin qoydu bura. Dedi, söz verirəm. Bütünlüklə dedi, həlak olan dostlarımın, yoldaşlarımın hayfını alacağım. Bu səhnə idi. Amma inanın, mənim bu nicatım adına uyğun nicat hərəkət elədi. Həqiqi, real döyüşlərdə iştirak elədi. Dediğini yerine getirdi. Çok sağ olsun. Ve ben bugün bu tedbiri hazırlayan ilk işi olan məktəbimizdə Nurana Hanım'a teşekkürümü bildirirəm. Bütün iştirakçılara teşekkürümü bildirirəm. Çok sağ olun uşaqlar. Doğrudan da güzel səhnəydi. Həqiqətən də xüsusilə sonda o şəhid anasına ait şehirlerde o uşaq hara getdi. Gel bura. Dedi sen bir bu analar ellerini öpen uşağını. Hansıydı o? O beni köğretti. Hamız gelin, iştirakçılar hamız gelin bura. Xüsusilə o analarının elini öpen uşaq. Gel ben de senin alnından öpüm. Bir salam. Şəhid analar. Mən belə deyirəm. Şəhid analar. Çünki oğlunuz bir yerdə siz də şəhid olmuşsunuz.